Salam əziz izləyicilərimiz, necəsiniz? Ümid edirəm hər biriniz yaxşısınız. Həmişə kimi mənim təqdimatımda bir-birindən maraqlı suallarla Qalibsən efirdədir. Gəlin görək kim daha çox suala cavab verəcək. Elə isə getdik. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Google. Bəli, düzdür. Kompasın rəngli əqrəbi həmişə hansı istiqaməti göstərir? Şimal. Bəli, düzdür. Beynəlxalq sistemdə gücün vahidi olaraq hansı vahid qəbul edilib? Gücün vardı. Kilogram. Xeyr. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən çox qızıl top mükafatını qazanan futbolçu kimdir? Bilmirəm. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən çox qızıl top mükafatını qazanan futbolçu hansıdır? Ronaldo ya da Messi qərar verə bilmədim. Birini seçin. Messi. Bəli, doğru cavab. Aha, dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Google. Bəli, düzdür. Beynəlxalq sistemdə gücün vahidi olaraq hansı vahid qəbul edilib? Watt. Bəli, doğru cavab. Şahmat lövhəsində cəmi neçə xana var? 64. Bəli, doğrudur. Kompasın rəngli əqrəbi həmişə hansı istiqaməti göstərir? Şimal. Bəli, doğru cavab. Aha, dünya xəritəsində uzunboğaz çəkməyə bənzəyən Avropa ölkəsi hansıdır? İtaliya. Doğrudur. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Google. Bəli, düzdür. Kompasın rəngli əqrəbi həmişə hansı istiqaməti göstərir? Düz. Yok ya. Yox, hansı istiqamətlər var məsələn? Şimal, cənub, şərq. Aha, birini seçin. Şimal. Bəli, doğru cavab. Dünya xəritəsində uzunboğaz çəkməyə bənzəyən Avropa ölkəsi hansıdır? Roma. İtaliya. Bəli, doğru cavab. Beynəlxalq sistemdə gücün vahidi olaraq hansı vahid qəbul edilib? Bilmirəm. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? ChatGPT. Xeyr, Google. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Google. Bəli, düzdür. Dünyada ən çox qızıl top mükafatını qazanan futbolçu kimdir? Ronaldo. Xeyr, səhv cavab. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğrudur. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Axtarış sistemi ChatGPT. Xeyr, yanlış cavab. Hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, düzdür. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Google. Bəli, doğru cavabdır. Kompasın rəngli əqrəbi həmişə hansı istiqamətdə göstərir? Rəngli. Hansı istiqamətləri bilirik? Cənubu göstərir. Xeyr, səhv cavab. Salam, necəsiz? Salam, yaxşı, çox sağ olun. Siz necəsiz? Çox sağ olun, yaxşı olasınız. Aha, hansı heyvan səhranın gəmisi adlanır? Dəvə. Bəli, doğru cavab. Dünyada ən geniş yayılmış axtarış sistemi hansıdır? Google. Doğru cavab. Kompasın rəngli əqrəbi həmişə hansı istiqaməti göstərir? Qırmızı yoxsa göy? Rəngli əqrəbi qırmızı. Qırmızı. Cənub. Xeyr, səhvdir. Bir daha salam Türfə xanım. Salam. Siz bir neçə suala doğru cavab verdiyiniz üçün sizi mükafatlandırırıq. Buyurun. Bir daha salam İnci xanım. Bütün suallara doğru cavab verdiyiniz üçün sizi təbrik edirik və bu da sizə mükafatınız. Sağ olun.
Əziz izləyicilərimiz, bu dəfə sizin istəyinizlə 4-cü korpusdaydıq. Gələn dəfə sizin korpusa gəlməyimizi istəyirsinizsə, videonu bəyənib rəy bölməsində qeyd etməyi unutmayın. Hələlik.